Sağlam qızın bədənində minimum neçə sarı cisim yaranır? Yəni sarı cismin yaranmasını bizdən soruşur və 28 günlük tsikl şəraitində. Məktəb dövrü hansı dövrü əhatə edirdi? Uşağın yaşını tapmalıyıq biz. Bilirik ki, 6 yaşından başlayırdı. 17 və 18 yaşına qədər ki, dövrü əhatə edirdi və burada minimum sözü yazıb qeyd edilibdi. Onun üçün də biz nə edərik? Məktəb dövründə qızlarda bilirik ki, yetkinlik də baş verir. Deməli 10-12 yaş arası olurdu. Biz nə etməliyik? Ən az dediyi üçün 17-dən 10-a çıxsaq, bu çox rəqəm alınacaq. 7 deyil, 17-dən 12-yə çıxsaq 5 alınacaqdır. Ona görə də biz minimum dediyi üçün 5 ili buradan tapa bilirik. Tamam, 5 il tapdıq. Biz bilirik ki, 1 ildə nə qədər yetişirdi yumurta hüceyrə? Yəni 28 günlük sikl şəraitində 13 yumurta hüceyrə yetişirdi və 13 dənə də elə sarı cisim yaranırdı. Yəni eynidir, sarı cisimlə eyni olacaqdı. Tamam, bu 1 ildə 13 dənə sarı cisim yaranırsa əgər 5 ildə neçəsi yaranır? 5 ildə x olar, x bərabərdir 65 sarı cisim olar. Düzgün cavab 65.